اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم: ولكل أمة جعلنا منسكا ليذكروا اسم الله على ما رزقهم من بهيمة الأنعام فإلهكم إله واحد فله أسلموا وبشر المخبتين. صدق الله العلي العظيم. أيها المؤمنون، أوصيكم ونفسي بتقوى الله. Əziz möminlər, özümü və sizi ilahi təqvaya dəvət edirəm. Əvvəla bu mübarək cümə günündə, bu cümə gününün rəhmətini, bərəkətini, məğfirətini, nurunu, hidayətini Allah Teala hər birimizə nəsib eləsin. Ondan başqa mübarək günlərdəyik, Zilhiccə ayının mübarək 10 gününün içərisindəyik, 10 gecələrinin içərisindəyik. Bu gecələr və o gecələrin gündüzləri, yəni Zilhiccə ayının ilk 10 gecəsi və onun gündüzləri çox mübarək gecələrdir. Rəhmət, məğfirət dolu gecələrdir. Allah Teala'nın bu günlərin əzəmətinə görə bu günlərin gecəsinə and içdiyi gecələrdir. Fəcr surəsindəki kimi "Vəl fəcr və ləyalin aşr" buyurur Allah Teala. And olsun fəcrə, and olsun 10 gecəyə ki, bu 10 gecə Zilhiccə ayının 10 gecələri də hesab olunur. İnşallah bu gecələrin və onun gündüzlərinin rəhmətini, bərəkətini və savabını Allah Teala hər birimizə nəsib eləsin və o gecələri idrak eləməyi də hər birimizə nəsib eləsin. 10 gecənin nəhayətində bir bayram, bir gün gəlib çatır. Yəni Qurban bayramı gəlib çatır və həmin bayram günü Məkkədə olan hacılar Məkkədəki əməllərini yerinə yetirib qurban kəsmək məqamına yetişərlər. Orada vacib qurbanların kəsərlər və vətənlərində olan müsəlmanlar da gücləri çatanlar, yəni o maddi imkanları çatanlar Allah yolunda qurban kəsərlər. Bu bayram bu gecələrin və gündüzlərin nəhayətində, sonunda olan bayram, yəni Qurban bayramı çox böyük, dinimizin iki böyük bayramlarından biridir. Necə ki, İmam Sadiq əleyhissalam özü buyurur ki, atalarından nəql edir, hədis-i şərif rəvayət nəql edir. Hz. Əmir-ül-Möminin Əli əleyhissalam ilin 4 gecəsində özünü azad etməyi sevərdi. Bu gecələr Rəcəb ayının 1-ci gecəsi, Şaban ayının 15-ci gecəsi, Fitr və Qurban bayramı gecələri idi deyə Hz. İmam Cəddi Hz. Əmir-ül-Mömin əleyhissalamın bu 4 gecəni ihya eləməsindən bəhs edir və buyurur ki, babamız, cəddimiz Əmir-ül-Möminin bu gecələr özünü azad eləyərdi. Nədən azad eləyərdi? Yəni dünya işlərindən, nəfsi işlərdən, istəklərdən özünü azad eləyərdi. Yəni ancaq Allaha ibadətlə məşğul olardı bu gecələr. Ona görə Qurban bayramı, qarşıdan gələn Qurban bayramı gecəsi, bayramın özü mübarək olması ilə bərabər onun gecəsinin də çox böyük əzəməti vardır. Allah Teala o günü və o gecəni bizlərə də mübarək qərar versin. Bayram günü elə bir gündür ki, Allah Teala bəndələrini onun dərgahına gəlmək izni verdiyi gündür. Bayram ona görə müsəlmanlar üçün, möminlər üçün bayramdır ki,
möminlər, müsəlmanlar o günü Rəbbinin dərgahına təşrif gətirə bilirlər. Nə ilə gəlirlər? Bu məsələ həm də Fitr bayramına aid olduğu üçün eyni zamanda Qurban bayramında da belədir. Öz xüsusi feyz və bərəkətini, mərhəmətini, əffini, güzəştini, eyiblərini örtməsini bu bayram günündə Allah Teala öz bəndələrinə bəxşiş olaraq təqdim eləyər. O kəslər ki, bu bayramı Allah Teala'ya yaxınlaşmaq üçün bir fürsət bilərlər. Yəni Allaha qurb olmaq üçün, yaxın olmaq üçün qurban kəsərlər və yaxud bu günün əzəmətini, böyüklüyünü saxlamağa çalışarlar. Ona görə bayram günü Allah Teala'ya yaxınlaşmaq üçün və onun dərgahının qonağı olmaq üçün böyük bir fürsət günüdür. Mübarək bir gündür, bərəkətli gündür. Allahın cənnətinə nail olmaq üçün bir fürsətdir və bu fürsəti Allah Teala hər birimizə əldə eləməyi nəsib eləsin inşallah. Bu münasibətlərdə hər birinizi qarşıdan gələn Qurban Bayramı münasibəti ilə də təbrik edirik və inşallah bütün məscidlərdə olduğu kimi bizim məscidimizdə də bayram namazı səhər saat 9-da 27-si, yəni may ayının 27-si səhər saat 9-da bayram namazı inşallah əda olunacaq. Oxuduğumuz Həcc surəsinin 34-cü ayəsində Allah-u Teala buyurur: Bismillahirrahmanirrahim. Və likulli ummetin cealna menseken. Hər bir şəriət əhli üçün məxsusi qurban ibadəti müəyyənləşdirmişik. Yəni qurban ibadəti təkcə müsəlmanlar üçün, Hz. Peyğəmbərimizin ümməti üçün deyil, bütün peyğəmbərlər ki, şəriət gətiriblər Allah Teala tərəfindən, o peyğəmbərlərin də ümmətlərinə qurban ibadəti əmr olunub. Yəni qurban ibadəti təkcə sadəcə fiqhi bir hökmdən ibarət deyildir. Bütün dinlərdə mövcud olan təslimiyyət simvoludur. Qurban ibadəti Allah Teala'ya təslimiyyət simvoludur. Çünki ayətin kərimənin davamında buyurur ki, fələhu əslimu. Hər bir ümmətin şəriətində biz qurban ibadəti qoymuşuq və sonra bir neçə kəlamdan sonra buyurur ki, fələhu əslimu və ona təslim olun. Yəni, bu bir təslimiyyət simvoludur. Eyni zamanda qurban insanın Allah'a yaxınlaşması üçün təkcə müsəlmanlar üçün müsəlmanlardan ibarət deyil, qədim dövrlərdən bəri ilahi bir sünnətdir. Allah Teala'nın ilk insan, ilk peyğəmbərdən bəri insanlar arasında qoyduğu ilahi bir sünnətdir ki, bu sünnət vasitəsilə, yəni ilahi şəriət vasitəsilə, ilahi qanun vasitəsilə bəndələr Allaha tərəf yaxınlaşsınlar. Sonra həmin ayət-i kərimənin davamında buyurur ki, liyəzkuru ismallahi alə mə razaqahum min bəhimətil ən'am. Onlara əta olunmuş, ruzi olaraq verdiyimiz heyvanların başları üzərində Allahın adını çəksinlər. Yəni, onları qurban kəsərkən Allahın adını zikr etsinlər. Burada da Allahın adının zikr olunmasında məqsəd, yəni qurban kəsməkdə məqsəd heyvan, hər hansı bir heyvan kəsmək və yaxud heyvanı öldürməkdən ibarət deyil. Allah-u Teala Allahın ismini o kəsilən qurbanın üzərində zikr olunmasıyla qurbanın tövhid mərkəzi olmasını, tövhidi bir mərkəz olmasını bəyan eləmək istəyir. Yəni qurban Allah Teala'nın tövhidinə aparan bir vasitədir. Tövhid yolunda, insanın tövhidə yönəlmə yolunda bir vasitədir. Eyni zamanda əməl sadəcə bir zahiri hərəkətdən ibarət olmur. Əməl, yəni kəsilən heyvan, o edilən, əda olunan əməl eyni zamanda təqvalı və Allah üçün ixlasla edilən bir dəyərə çevrilir. Qurban üzərində Bismillah dedikdə. Bu mənada insan Allahın adını zikr eləyəndə, qurban kəsilən heyvanın üzərində eyni zamanda o qurban heyvanının, yəni qurbanın
özünün mülkiyyətindən çıxarmış olur. Yəni Allah yolunda edilən o qurban mənim mülküm deyil, Allahındır və ona da onun yolunda qurban kəsilir deyə. Yəni öz mülkiyyətinin hissini, mülkiyyət hissini sındırmış olur. Bu mənimdir düşüncəsindən çıxmış olur. Yəni insanın mənəmlik düşüncəsindən çıxıb Allaha təslimiyyət ruhuna daxil olmasıdır qurban. Bu mənada təkcə qurban kəsmək bir sosioloji və yaxud iqtisadi əməl deyil, eyni zamanda übudiyyət məktəbidir. Yəni Allaha qul olmaq məktəbidir. Allah-u Teala bu ayət-i kərimədən sonra, daha doğrusu ayət-i kərimənin sonunda buyurur ki, İlâ ilahukum ilahun vahidun və sizin ilahınız tək bir ilahdır. Yəni təkcə ey müsəlmanlar, sizin ilahınız olan Allah eyni zamanda sizdən əvvəlki ümmətlərin də Allahıdır. Sizə necə qurbanlıq vacib edildiyi kimi sizdən əvvəlki ümmətlərə də o tək olan Allaha təslim olmaq üçün qurbanlığı əmr etmişik. Fələhu əslimu və ona təslim olun və bəşşiril muxbitin və Allahın qarşısında təvazukar olanları ya Peyğəmbər müjdələ. Yəni qurban kəsməyi Allah Teala təvazukarlıqla egosunu, öz şəxsi mən egosunu sındırmaqdır. Yəni muxbit kəlməsinin mənası insanın əvvəla bu kəlmənin bir lüğəti mənası var. Bir də terminoloji, Qur'an-ı Kərim terminoloji mənası var. Lüğəti mənası alçaq, sakit, hamar torpaq mənasındadır. Lüğəti mənası. Amma təfsirdə təkəbbürdən enmiş, sakitləşmiş və təvazukar qəlb deməkdir. Muxbit kəlməsi. Muxbitlər o kəslərdir ki, onlar egolarından sıyrılmışlar. Təkəbbürlərindən enmişlər. Kimin qarşısında? Fələhu əslimu, ona təslim olun. Yəni Allahın qarşısında təslim olanlar muxbitlərdir. Yəni təkəbbürlərindən enən kəslərdir. Təvazukar olan kəslərdir. Nəfsləri sükunətə çatmış kəslərdir. İnsanın bir nəfsi, kükrəmiş nəfs var, bir də sakit olan nəfs var. Kükrəmiş nəfs tabi olmayan nəfsdir. Necə ki, məsələn, hər hansı bir heyvanda və yaxud dənizin bilirsən kükrəmiş halı olur. Bu təslim olmayan, yəni sərhədlərindən aşmış bir şey olur, hadisə olur. Amma davranış olur. Amma bir də var sakitləşmiş davranış tərzi, bu artıq necə deyərlər, öz egosundan çıxmış, sıyrılmış və sakitləşmiş nəfs sayılır. Ona görə Allah-u Teala Qur'an-ı Kərimdə də buyurur ki, Ələ yətmainnəl qulub bi zikrillah. Bilin və agah olun. Allah Teala'nın zikri ilə qəlblər aramlıq tapar, sükunət tapar. Qəlblər o vaxt sakinləşər ki, sakitləşər ki, o qəlblər Allahı həqiqi zikr eləsinlər. Allah Teala'nın qəlblərində Allah Teala'dan başqa heç kəsin zikri, heç kəsi düşünmək olmasın. O qəlblər sakit qəlblərdir. İndi bu ayət-i kərimənin sonunda buyurduğu və bəşşiril muxbitin, ya Peyğəmbər, təvazukarlıq libasına bürünmüş, yəni sakitləşmiş, o qəlbləri müjdələ və onlar kimlərdir? Növbəti ayətdə muxbitlərin, sifətlərin zikr edir Allah Teala. Əl-ləzinə izə zukirallah vəcilət qulubuhum. O kəslərdir ki, muxbitlər, təvazukarlar o kəslərdir ki, Allah yad ediləndə, yəni onun adını çəkiləndə qəlblər qorxuya düşər, qorxudan titriyər. Üz verən çətinliklərə səbr edər. Yəni buradakı qəlbin titrəməsi, qorxması insanın cəhənnəm qorxusundan deyil, Allah Teala'nın əzəməti qarşısında olan qorxudan danışılır. Allah Teala özünün əzəməti qarşısında titrəyən qəlblərdən danışır. Yəni arif insan, yəni Allahı tanıyan insan
Allah Taala'nın əzəməti, qüdrəti, cəbərutunun müqabilində özünün fəqirliyini hiss edir. Görər ki, özü nə qədər Allahın qüdrəti qarşısında möhtacdır. İnsan evladı, o insan, o arif insan, o mərifət əhli Allah Taala'nı o cür tanıyır ki, ilahi sənin bu qədər qüdrətinin, sənin bu qədər əzəmətinin qarşısında mən nə qədər acizəm, mən nə qədər gücsüzəm və mən nə qədər yəni sənin qüdrəti və sənin hər bir rəhməti və möhtacam. Öz möhtaclığını hiss edən qəlblər vəcilə gələr, yəni titrəyərlər Allahın əzəmətinin qarşısında. Davamında ikinci xüsusiyyəti, müxbitlərin ikinci xüsusiyyəti və sabirinəm alə mə əsabəhum, müsibətə səbr eləyənlərdir. Yəni həqiqi təqva rahatlıqda əldə olunmaz. Həqiqi təqva çətinliklə üzə çıxar. Yəni Allah Taala'dan təqvanı qazanmaq, yəni etdiyin əməllərdə daha doğrusu təqva ilə eləmək, asanlıqla əldə eləmək o təqvanı mümkün deyil. Çətinliklər keçmədən, gecənin yuxusundan biraz yuxusuzluq çəkmədən, gündüzün rahatlığından oruç tutmadan, öz rahatlığından başqalarının xeyrinə, başqalarının mənfəətinə, öz rahatlığından keçmədən təqva əldə eləmək mümkün deyil. Təqva çətinliklərlə əldə olunandır. Və bu çətinliklərin qarşısında çəkilən dözümə səbir buyurulur. Yəni səbir sadəcə çarəsiz şəkildə dözməyə deyilməz. Məsələn, bir insana bir müsibət üz verəndə, bir insana bir müsibət, bir ağır bir hadisə baş verəndə, insan övladı o ağır müsibətin qabağında əvvəl insan nəfsi dözümsüz olur. Görərsən ki, hətta üsyan edər. Hətta nəfsi onu sakit buraxmaz, çulğalayar. Hətta Allah Taala'ya qarşı küfr də eləmiş olar. Özünü o yerdə də, özü də bilmədən özünü o şəkildə görər. Amma bir müddətdən sonra o müsibətin qarşısındakı çarəsizlik nəticəsində səbr eləməyə məcbur olar. Allah Taala'nın bizdən istədiyi səbir bu səbir deyil. Çarəsizlikdən çəkdiyi dözmək, edilən səbrə səbir deyil. O səbir istənilmir. Allah Taala bizdən təslimiyyətdən doğan səbrə səbir buyurur, səbir istəyir. O səbir ki, müsibət anında, müsibəti eşitdiyin anda inna lillahi və inna ileyhi raciun deyə bilən bəndənin səbrini Allah Taala qəbul edir. Və bəşşiris sabirin deyəndə, səbr edənləri müjdələ deyəndə Bəqərə surəsində Allah Taala həmin səbr edənlər buyurur. Yəni müsibəti, çətinliyi görəndə Allah Taala'ya görə, Allahın təslimiyyətinə, Allahın qəza və qədərinə səbr edən, yəni təslim olan, daha doğrusu təslim olan bəndənin səbrini Allah Taala səbr adlandırır. Bu mənada müxbitlərin bir sifətləri də, yəni təvazökarların, Allah qarşısında təvazökarların bir sifəti də onların rast gəldikləri çətinliklərə səbr edənlərdir. Sonra buyurur ki, və muqimus salah, namazı iqamə edənlərdir. İqamə sadəcə namaz qılmaq deyil, iqamə həm də namazın ruhunu dirçəltməkdir. Yəni namazı dirçəltməkdir, onun ruhunu dirçəltməkdir. Yəni namaz insanın həyatının mərkəzinə çevrilməlidir. Namaz vasitəsilə, necə oruc vasitəsilə insan övladı uruc eləyir, Allah Taala'ya mirac eləyir, i'rac eləyir, qalxır. Namazı da Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm necə buyurur? Namaz möminin miracıdır. Namaz vaxtı mömin mirac eləmirsə, Allaha tərəf qalxa bilmirsə, o həqiqi namazı dirçətməmişdir. Yəni həqiqi namaz qılmamışdır. Bu mənada həqiqi namaz Allaha qalxan namazdır. Və mimmə razaqnahum yunfiqun ayət-i kərimənin davamında Allah Taala bizim onlara verdiklərimizdən infaq edənlərdir deyə buyurur müxbitlər haqqında. Yəni infaq artıq maldan vermək deyil burada.
Yəni malından vermək deyil. İnfaqın mənası qəlbin bağlı olduğu bağlılıqlardan uzaqlaşmaqdır. O bağlılıqları azaltmaqdır, kəsməkdir. Qəlb insana, öz malına, insan qəlbən öz malına, dövlətinə, puluna, malik olduğu bir çox şeylərə, yəni nə ki var, hamısına bağlı olar. Amma infaq vasitəsilə, Allah Teala infaq əmrini ona görə qoyur ki, insan övladı infaq vasitəsilə bağlı olduğu, qəlbinin bağlı olduğu bağları kəsə bilsin. Özündən o məhəbbəti uzaqlaşdıra bilsin. Dünya malı məhəbbətini özündən müəyyən qədər də olsa uzaqlaşdıra bilsin. Təbii ki, tam mənada uzaqlaşdırmaq mümkündür. Heç olmasa müəyyən bir hissəsini, o bağları özündən ayıra bilsin və fəqirin, kasıbın və ehtiyacı olanların, müstəhəqlərin haqlarını əda eləsin. Həm də qurban, eyni zamanda infaq kimi hər ikisi bəndənin özündən, öz malından keçmək məktəbidir, dəyəridir. İnsan özündən keçməyi, bacarmağı öyrədir qurban vasitəsilə, infaq vasitəsilə. İndi görək, o infaqlar, o qurbanları Allah Teala növbəti Həcc surəsinin 36-cı ayəsində necə bizlərə çatdırır, bəyan eləyir. Buyurur, Bismillahirrahmanirrahim. Vəl-budnə cealnəhə ləkum min şəairilləh, ləkum fiyhə xayrun, fəskurusmallaha aleyhə, səvaffə fəizə vəcəbət cunubuhə, fəkulu minhə və ət'amul qani'u vəl-mu'tarra. Sadaqallahul aliyyul azim. Bu ayət-i kərimədə artıq Allah Teala yetişir şairallah anlayışına. Buyurur ki, biz kök dəvələri həcc mərasimində sizin üçün Allahın əlamətlərindən qərar vermişik. Yəni həcdə o dəvələr ki, o heyvan ki siz kəsəcəksiniz, fərq yoxdur, dəvə olsun, dana olsun, öküz olsun, ya qoyun olsun, onları ki siz kəsəcəksiniz, həcc mərasimində, yəni vacibi həcdə kəsilən vacibi qurbanları, Allah yolunda qurban kəsəcəksiniz, onları biz Allahın və ya Allahın dininin nişanələri qərar vermişik. Yəni insanı bu nişanələr Allahı xatırlatmağa sövq eləyən nişanələrdir. Ümumiyyətlə, həyatda gördüyümüz bəzi nişanələr var ki, bəzi şeylər var ki, bəzi kəsimlər var ki, o bizi Allaha xatırladar. Hədislərdə də var, məsələn deyir ki, elə adamlarla dostluq eləyin ki, onunla danışanda, onunla ünsiyyətdə olanda və yaxud onu görəndə o sizi Allaha xatırlatsın. Elə adamlarla dostluq eləyin. Eyni zamanda məsələn Kəbə, Allahın Kəbə evi Allahı xatırladar. Və yaxud küçədən keçirsiniz, o küçədə məscid var. Məscidi görəndə Allahı xatırladar. Təbii ki, Allahın xatırlanan yeridir məscid. Allahı xatırladan Allahın nişanəsidir. Və yaxud Səfa və Mərva Allahı xatırladan nişanələrdir. Və yaxud həcc mərasimləri, yəni ayrı-ayrı mərasimlər, Səfa Mərva arasında sayı olsun, istər Ərafat olsun, istər Müzdəlifə olsun, istər Mina olsun, yer olaraq, məkan olaraq hamısı Allahı xatırladandır. Eyni zamanda qurbanlıq da Allah Teala'nı xatırladan ilahi nişanələrdir, əlamətlərdir. Allah Teala o əlamətlərdən danışır, bəhs edir ki, əslində həmin əlamətlər, həmin şeylər ayrılıqda özü-özlüyündə müqəddəs deyil. Hansısa bir heyvan, əgər qurban kəsilmirsə, o bir müqəddəs heyvan deyil, müqəddəs deyil. Və yaxud hansısa bir yer. Amma elə ki, onun Allahla bağlılığı yarandı, başladın onun vasitəsilə Allaha yaxınlaşasan, onu Allaha yaxınlaşmaq üçün vasitə seçəsən, necə ki Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, vəbtəğu ileyhil vəsilə, Allaha yaxınlaşmaq üçün özünüzə vasitələr seçin. Vasitəyə çevriləndə bəli, o olur Allahın nişanələri. Allah Teala'nın yer üzərində sizin aranızda olan əlamətləri, nişanələri və müqəddəsliyə çevrilir. Ayrı-ayrılıqda müqəddəs olmayan bu şeylər
Allahla bağlılığa çevriləndə müqəddəs olur. Ona görə Allahla əlaqəyə görə müqəddəsləşən bu əlamətlər əslində tövhid prinsipindəndir. Yəni tövhidin özündəndir. Bu mənada bəzən görərsən ki, bəzi insanlar deyərlər ki, filan şey müqəddəs deyil, nə bilim, filan şey yer müqəddəs deyil. Müqəddəs deyil deyə gəlib Qur'an-ı Kərimə də görürsən ki, müqəddəslikdən çıxardarlar və yaxud ayət-i kəriməni müqəddəslikdən çıxardarlar. Bunlar isə nəinki Qur'an-ı Kərim, nəinki Allahın pak kəlamı müqəddəsdir. O şey ki, Allahla bağlıdır, Allahla bəndəsi arasında əlaqə yaradan vasitədirsə, o artıq müqəddəs sayılır. Allah Teala şairillah adlandırır. Qur'an-ı Kərimdə onu buyurur ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرِ اللّٰهِ Kim Allahın şairlərini, nişanələrini, əlamətlərini əzəmətli tutsa, yəni onlara ehtiram göstərsə, onları Allahı xatırladan nişanə bilsə, o onun qəlbinin təqvasındandır, qəlbinin təqvasıdır. Bu mənada qurbanlıq heyvan, dəvə yalnız heyvan deyil, nəfsin simvolik qurbanıdır, qurbanlığıdır. Yəni insan zahirdə heyvan kəsir. Hər hansı bir heyvanı Allah yolunda qurban kəsir. Amma batində insan öz tamahını kəsir. İnsan öz egosunu qurban verir Allah yolunda. İnsan dünyaya bağlılıqlarını qurban verir Allah yolunda. Qurban kəsəndə zahirdə heyvandır, amma batində insana təsir edəcək, mənəviyyatına təsir edəcək şey onun egosunun, onun tamahının Allah yolunda fəda olunmasıdır. Əks halda bu ibadət yalnız şəkilə və ya formaya çevriləcək. Yəni biz öz nəfsimizdən keçə bilməyəcəksə, biz ehtiyacı olanlara öz nəfsimizdən fəda eləyə bilməyəcəksə, tamahımızdan kəsdiyimiz qurban ətlərini ancaq özümüz yemək istəyəcəksə, onda o qurbandan yalnız şəkli qalacaq, forması qalacaq. Onu başqaları ilə paylaşa bilməmiz lazımdır. Bu mənada elə ayənin sonunda buyurur ki, fəkulu minhə və ət'imu. Bu bir sosial ölçüdür. Ondan özünüz də yiyin və başqalarına da yedizdirin. Başqalarına da yedizdirin. Yəni İslamda ibadət yalnız insanın fərdi ibadəti, fərdi ayini sayılmır və eyni zamanda ictimai bir məsələyə çevrilir, ictimai bir hadisəyə çevrilir və ictimai bir mərhəmət məktəbi yaranır. Ona görə qurban həmçinin fəqirin sevindirilməsidir, kasıbın ehtiyaclılığın sevindirilməsidir, sosial həmrəylikdir, neməti paylaşmaqla o nemətin şükrünü əda eləməkdir. Nemətin şükrünü necə əda edəcəyik? Xüsusən Allah Taala'nın bizə ruzi olaraq verdiyi şeyləri, onlar paylaşılanda o nemətin şükrü əda olunur. Yoxsa özüm yeyib üstündən bir əlhəmdülillah kəlamı deməklə onun şükrü əda olunmaz. O nemət paylaşılmayınca onun şükrü əda olunmaz. Allah Teala bizi inşallah ilahi nemətləri bizə ruzi olaraq verdiklərindən başqaları ilə paylaşmağı nəsib eləsin. Allah Teala qarşıdan gələn Qurban bayramını hamımıza mübarək bir qərar versin və hər birimizi inşallah qurban kəsməyi müyəssər eləsin inşallah. İmam Zaman ağanın salamatçılığı, zuhur təcilinə edilən ibadətlərin, duaların, salavatların, zikirlərin qəbulluğuna Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammed ve Ali Muhammed. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Sadakallahul aliyyul azim.